Mətn 24, 5-ci sinif ingilis dili. Read the passage and perform task 1-10. Mətni oxuyun və 1-dən 10-a qədər çalışmaları yerinə yetirin. Every country has its customs and traditions. Hər bir ölkənin özünün adət-ənənələri var. There is one day in a year when all Americans stay at home with their families and eat a big dinner. İldə bir dəfə bütün Amerikanlılar evdə qalırlar və öz ailələri ilə böyük şam yeməyi yeyirlər. This is Thanksgiving Day. Bu şükranlıq günüdür. It's a tradition to cook a turkey for dinner. Bu bir adətdir ki, deməli şam yeməyi üçün Hind toyuğu bişirəsən. A turkey is a symbol of the holiday. Hind toyuğu bu bayramın rəmzidir. Thanksgiving Day is one of the people's favorite holidays. Şükranlıq günü insanların sevimli bayramlarından biridir. Americans celebrate it on the first Tuesday in November. Amerikalılar onu noyabrın 4-cü cümə axşamında qeyd edirlər. It's a harvest holiday. Bu məhsul bayramıdır. On this day, people give thanks for many good things in their life. Bu gündə insanlar öz həyatlarında yaxşı şeylərə görə şükr edirlər. On Thanksgiving Day, people send cards to each other and wish happiness. Şükranlıq günündə insanlar bir-birinə açıqcalar göndərirlər və xoşbəxtlik arzulayırlar. Every year, children dress up. Hər il uşaqlar maskarad paltarı geyinirlər. And act plays about the story of the first Thanksgiving Day. Və birinci şükranlıq günü hekayəsinə haqqında səhnəciklər oynayırlar. Burada çalışma var. İkinci çalışma. Task 1, Tick the best title. Ən yaxşı başlığı seçin. İkinci çalışma. Circle the correct answer. Thanksgiving Day is a great holiday in nöqtə yerində hansı söz işlənə bilər? Bu çalışmaların cavabını, bir nə ikinci cavabını kommentlərdə yazarsınız.